Yoldaşlar, turizm işi var. Aranızda əgər turizm işi axtaran varsa, belə bir fürsətdən istifadə edə bilər. Öz karyerasını zənginləşdirmək üçün. Deməli, bu tur meneceri, təcrübəçi işidir. Amma nə tələb olunur sizdən? Turizm sahəsindən anlayışınız varsa, müraciət etməyi düşünə bilərsiniz. Növbəti vacib şərti budur ki, rusu və yaxud da ingilis dilini bilməlisiniz. O sahədə biliyiniz olmalıdır. İkisindən birindən. Üçüncü bir vacib şərti budur ki, 19-30 yaşlı bir şəxs olmalısınız. Və dördüncü, digər şərtlər də var. İndi mən sizin əsas bilməniz gərəkənləri belə deyim, vurğulayıram. Satış bacarığınız olmalıdır, kompüterdə işləməyə bacarmalısınız, internetdən aktiv istifadə və sürətli axtarış bacarığınız olmalıdır. Varsa, belə bir iş var, bu işə müraciət edə bilərsiniz. Tur meneceri təcrübəçi işidir. Bu işə də müraciət etməkdə çətinlik çəkirsinizsə, ümumiyyətlə təkcə bu işlərə deyil, digər işlərlə də maraqlanırsınızsa, bir sözlə, iş tapmanızda çətinlik çəkirsinizsə, özəl dəstəklər üçün əlaqə vasitəsini yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harada görürsünüzsə, həmin kanala daxil olun, Toğrul Hacıbadlı kanala daxil olun. Daxil olduqdan sonra siz orada əlaqə vasitəsini profildə diqqət eləsəniz görə bilərsiniz. Həmin əlaqə vasitəsindən mesaj yaza bilərsiniz. Sağ olun, salamat qalın, işsiz qalmayın.